Salam, hər vaxtınız xeyir olsun. Əziz izləyicilər, müəllimlər, şagirdlər və biologiya sevərlərimiz. Biz bu videomuzda sizlərlə dəyər nəşrlərinə aid olan çoxalma ontogenez bölməsindən 28-ci sualdan sonraki testlərin izahını verəcəyik. Başlayırıq 28-ci sualdan, amma izaha keçməmişdən demək istəyirəm ki, istəkləri nəzərə alaraq dekabr ayından biz MİQ və sertifikasiya hazırlığı qruplarımızda dərslərimizlə başlayacağıq. Qoşulmaq istəyənlər 055 634 73 41 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. 28-ci sualda bizə deyir ki, X xromosom yığınına malik hüceyrələrdə Y bölünmə baş verə bilər. Səhv bəndi istəyir bizdən, düzdürmü? Triploiddə mitoz baş verə bilər. Mümkündür. Diploiddə mitoz gedər, haploiddə də mitoz gedər və diploiddə meyoz gedər. Amma haploid hüceyrədə meyoz bölünmə gedə bilməz. Ona görə səhv cavabımız B bəndi olacaq. 29-cu sualda bizə deyilir ki, meyoz bölünmədə DNT-nin ikiləşməsi baş verir. Sadəcə DNT burada ikiləşə bilər interfaza mərhələsində. O da birinci bölünmədən əvvəl baş verərsə. Birinci bölünmə ilə ikinci bölünmə arasında interfaza olur, amma burada DNT ikiləşmir. Cavabımız C bəndi. 30-cu sualda məməli heyvanın toxumluğunda 100 hüceyrə əvvəlcə bir dəfə mitoz bölünmə keçirmiş. Mitoz bölünmüşdür. 100 bölünmə, mitoz bölünmə, 100 dənə hüceyrə mitoz keçiribsə 2 dəfə sayı artacaq, olacaq 200 dənə hüceyrə. Əmələ gələn hüceyrələrin hər biri meyoz bölünmə keçirmişdir. 200 hüceyrədən meyoz bölünmədə birindən 4-ü yaranırsa 200-ü 4-ə vuracağıq. 800 dənə hüceyrə yaranıbdır. Deyir ki, bu meyoz bölünmələr nəticəsində cəmi neçə qamet yarandığını hesablayın. Toxumluqda əmələ gələn hüceyrələrin hamısı qamet olduğuna görə cavabımız 800 olacaq. Yox, yumurtalıq desəydi, yumurtalıqda artıq bunu 4-ə böləcəkdik. Çünki 4 hüceyrədən sadəcə biri qametə çevrilirdi. 3 dənəsi yönəltici cisimcik olurdu. Cavabımız A bəndi. 31-ci sualda deyir ki, şəkildə təsvir edilmişdir. Nədir bu? Sitoplazmanın bölünməsidir. Sitoplazmanın bölünməsi prosesidir və heyvan hüceyrələrindədir. Və bu proses də telofaza mərhələsində baş verdiyinə görə cavabımız elə A bəndi olacaq 31-ci sualda. Davam edirik 32-ci sualdan. Bizə deyilir ki, yanlış fikri müəyyən edin. Öz-özünə tozlanan diploid xromosom yığınlı bir ləpəli bitkidə, məsəl üçün, deyək ki, buğdada öz-özünə tozlanır, bir ləpəli bitkidir. Yanlış fikri bizdən istəyir. Ziqotun xromosom sayı yumurta hüceyrənin xromosom sayından 2 dəfə çox olur. Bu doğru bir fikirdir. Endospermin başlanğıcını triploid hüceyrədən götürür. Bəli, mərkəzi hüceyrə diploiddir. Spermi haploiddir. Cəmləyəndə 3N hüceyrə olur ki, bundan da endosperm başlanğıc götürür. Tozuq dişiciyin ağcığına düşərək cücərir. Bu da doğru bir fikirdir. Spermi qamçısız olduğu halda aktiv hərəkət edə bilmir. Zaten qamçısızsa aktiv hərəkət edə bilməz də. Bu doğru bir fikirdir. Tozuq borusu erkəkcik saplağı ilə birləşir. Xeyr. Erkəkciyin ağcığına düşür və orada dişiciyin ağcığına düşür və orada ağcıqla dişiciyin ağcığı ilə birləşir. Erkəkcik saplağı ilə birləşməz. Cavabımız Y bəndidir. 33-cü sualda deyir ki, toyuğun somatik hüceyrəsində xromosom müxtəlifliyi. Toyuq heterogametdir. X, Y-dir. Xromosom müxtəlifliyi N göstərilibdir. Yəni, heterogametlərdə xromosom müxtəlifliyi somatik hüceyrədə haploidin üzərinə gəlirdik biri. Burada da haploidin üzərinə biri gəlibdir, N-ə bərabər edibdir. Bir qametində autosom xromosom sayı neçə olar? Qameti tapmaq üçün haploid sayı tapmalıyıq. Onda haploid say bərabərdir N çıxılsın 1-ə. Düzdür? N çıxılsın 1-ə.
İndi bu haploidin içərisində autosom xromosom var və bir dənə də cinsiyyət xromosomu var. Ona görə biz buradan autosomu tapmaq üçün yəni haploidin yerinə yazaram autosom üstə gəlinsin 1 bərabərdir n çıxılsın 1-ə. Onda autosomu tapanda ne edəcəm? N çıxılsın 1-dən yenə 1-i çıxaram. Bu da olar n çıxılsın 2. Yəni B bəndi olar bizim cavabımız. 34-cü sualda məməli heyvanda spermatogeniz prosesinin böyümə və yetişmə mərhələsində DNT miqdarının dəyişməsi qrafiki verilmişdir. Təbii ki, bu hissə böyümə mərhələsidir. DNT ikiləşib 2 dəfə miqdarı artıb. Bu hissə meyoz 1-dir və bu hissə meyoz 2-dir. Deyir, bu canlının qametində neçə xromosom olar? Zaten meyoz 2'nin sonunda N, C, D olur düsturumuz. Və bunların hər biri də bir-birinə bərabərsə D-ni 19 götürübsə, N'imiz də elə 19 olmalıdır. A bəndi 34-cü sualda. 35-ci sualda çiçəkdə tozcuq girəcəyi harada olur yəni? Təbii ki, girəcəyi Tocuğun girəcəyi harada olacaq? Bu yumurtacıqda olar da. Tocuğun girəcəyi yumurtacıqda olar. Tocuq oradan daxil olar rüşeyin kisəsinə. Cavabımız C bəndi. C bəndi. 36-cı sualda deyir, toxumluğun yetişmə mərhələsinin əks etdirən sxemdə X, Y və Z ilə işarələnmiş hüceyrələrin xromosom sayının düzgün müqayisəsinin verildiyi bəndi müəyyən edin. X da başlanğıc hüceyrədir, xromosom sayı 2N'dir. Y birinci meyozdan alınıb, xromosom sayı N'dir. Z də ikinci meyozdan alınıb, xromosom sayı N'dir. Onda nə olacaq? X böyükdür Y-dən, o da bərabərdir Z-də. Yəni cavabımız B bəndi olacaq 36-cı sualda. 37-ci sualda deyir ki, toxumluğun yetişmə mərhələsini əks etdirən verilmiş sxemə əsasən düzgün fikri müəyyən edin. X da 2N, 4C, 4D'dir. Düsturumuz. Y də birinci meyozdan alınıb N, 2C, 2D'dir. Z'də ikinci meyozdan alınıb N, C, D'dir. Baxaq. Deyir ki, X ilə Y, X və Y ilə göstərmiş hüceyrənin xromosom sayı eynidir. Axı eyni deyil, X-da 2N'dir, Y-də N'dir. A bəndi getdi. B'dədir ki, Y ilə göstərilmiş hüceyrə bölünəndə homoloji xromosomlar arasında konjugasiya prosesi baş verir. Y özü meyoz 2-yə keçirir. Meyoz 2 nəticəsində bölünəcək, meyoz 1-dən alınıb. Burada mitoz bölünmə kimi gedir. Yəni, profaza 2-də konjugasiyanı müşahidə etmərik biz. Ona görə bu da doğru deyil. C'dədir ki, Y ilə göstərilmiş hüceyrədə xromosom sayı xromatid sayına bərabərdir. Xeyr, xromosom sayı xromatid sayından 2 dəfə azdır. Qeyd eləmişik zaten, bu da səhvdir. D'dədir ki, Z ilə göstərilmiş hüceyrədə xromosomlar 2 xromatidlidir. Xeyr, meyozun sonunda alınmış hüceyrələrdə xromosomlar 1 xromatidli olur. Y'dədir ki, X ilə göstərilmiş hüceyrə bölünəndə hüceyrə qütblərinə 2 xromatidli xromosomlar çəkilir. Bəli, X başlanğıc hüceyrədir. Burada birinci anafazaya daxil olanda 2 xromatidli xromosomlar qütblərə çəkiləcək. Cavabımız Y bəndi doğru variant olacaq. 38-ci sual var imiş aşağıda. Mezoderma mənşəli deyil. Sümük sistemi mezodermadır, limfa sistemi mezodermadır, cinsiyyət sistemi mezodermadır, əzələ sistemi mezodermadır, sinir sistemi ektoderma mənşəlidir. Cavabımız D bəndi. 39-cu sualda insanın cinsiyyət vəzilərində qametogeniz zamanı hansı mərhələ və ya mərhələlərdə haploid xromosomlu hüceyrələr ola bilər? Aha, insan deyirsə, çoxalmada diploiddir, böyümədə diploiddir, yetişmədə sonda meyoz 1-də və meyoz 2-də alınan hüceyrələr nədir? Haploid xromosom dəstinə malik olacaq. Onun üçün cavabımız yalnız 3, Y bəndi.
40-cı sualda heyvan orqanizminin toxumluğunda gametogenez zamanı hansı mərhələ və ya mərhələlərdə hüceyrələrdə DNT molekulunun ikiləşməsi, replikasiyası baş verir? Yəni interfaz da baş verir də, belə deyək. Yəni belə baxanda çoxalma mərhələsində bir neçə meyoz deməli çoxalma mərhələsində bir neçə mitoz bölünmə baş verir və bunlar arasında interfaz olur. Orada DNT ikiləşəcək. Böyümə mərhələsində zaten DNT ikiləşir interfaz olduğuna görə. Yetişmə mərhələsində interfaza baş verir. Birinci meyozdan ikinci meyoz arasında. Amma DNT ikiləşmir. Ona görə cavabımız 1, 2, Y bəndi olacaq. 41-ci sualda deyir ki, cədvəldə verilmiş toxumu əmələ gətirən yumurtacıqdakı mayalanmamış yumurta hüceyrənin xromosom sayını hesablayın. Yumurta hüceyrə ilə sperminin xromosom sayları eyni deyil. Bax, burada endosperm hüceyrəsi verib, nüvəsindəki xromosom sayını göstərib. Rüşeym hüceyrəsinin nüvəsindəki xromosom sayını göstəribdir. Düzdür. Baxın, əzlər, bax, endosperm nədən əmələ gəlir? Mərkəzi hüceyrə üstə gəlinsin spermidən. Yaranır endosperm. Düzdür. Rüşeym hüceyrəsi ziqotdan yaranır da. Bu da yumurta hüceyrə üstə gəlinsin spermidən yaranır. Bu da olsun ziqot. Elədirmi? Mərkəzi hüceyrə haploid, diploiddir, yumurta hüceyrə haploiddir. Və ikisi də dişiyə aiddir. Onda mərkəzi hüceyrənin yerinə mən 2 dənə yumurta hüceyrə yaza bilərəm. Və bunu da bərabər eləyərəm endospermə. Yumurta hüceyrə üstə gəlsin spermi elə ziqot deməkdir. Bunun yerinə N yazsam, yumurta hüceyrəni buradan tapanda, yəni yumurta hüceyrə üstə gəlsin N bərabərdir. Endospermin yerinə də M yaza bilərəm. Burada yumurta hüceyrəni tapanda M-dən nəyi çıxacam? N-i çıxacam. Yəni cavabımız nə bəndi olacaq? D bəndi olacaq. D bəndi olacaq. Gəldik 42-ci sualda. Bədxassəli şişlərə aid deyil. Metastaz verir, aiddir. İnsanı arıqladır, aiddir. Sürətlə böyüyür, aiddir. Orqanizmi zədələyir, aiddir. Amma toxumaları dağıdır. Bu xoş xassəli şişlərə dağıtmır. Bu xoş xassəli şişlərə aid olan bir şeydir. Cavabımız Y bəndi. 43-cü sualda çiçəyin yumurtacığında iki qat mayalanmada bilavasitə iştirak edən hüceyrələrdəki xromosomların cəmi N-dir. İki qat mayalanmada nə iştirak edir? Mərkəzi hüceyrə, üstə gəlinsin yumurta hüceyrə, üstə gəlinsin spermi və spermi. Bu M-ə bərabər edibdir. Deyir, yumurta hüceyrənin xromosom sayı N olarsa, yumurta hüceyrəni N veribsə, mərkəzi hüceyrə də dişiyə aiddir də. Bu da onda 2N-dir. 2N-dir. Deyir, bu yumurtacıqdan əmələ gələn toxumun endosperm hüceyrəsində neçə xromosom olar? Baxaq, 3N üstə gəlsin 2 dənə spermi bərabərdir M-ə. Buradan 2 spermini tapanda sadəcə burada bilmirəm ki, mən xromosom sayı hamısında eynidirmi, yoxsa yox? Onu mən bilmirəm də, yəni. Aha, davam edək hələ buna. 2 dənə spermi bərabərdir. M çıxılsın 3N. Spermini də buradan tapanda olur M çıxılsın 3N bölünsün 2. Bu şəkildə. Bizdən nəyi istəyibdi? Bizdən istəyibdi endosperm hüceyrəsi. Endosperm hüceyrəsində də spermin üzərində mərkəzi hüceyrəni gəlməyə lazımdır. Yəni M çıxılsın 3N bölünsün 2-nin üzərinə gəlirəm mərkəzi hüceyrəni, yəni 2N-i. Bunu ortaq məxrəcə gətirəndə buraya 2 atırıq. Olur M çıxılsın 3N
Üstə gəlsin 4n bölünsün 2. Bu da nəticədə olur nə? M üstə gəlsin n bölünsün 2. Yəni cavabımız C bəndidir. Elə xromosom sayları fərqli götürülmüş. Yəni cavabımız C bəndi olmuş olacaq. 43-cü sualda. Belə əzlərim. Bu dəfəki test izahımızdan da bu qədər. Sağ olun. Testin növbəti izahlarında görüşənə qədər hələlik.